Salam uşaqlar, hoş gördük sizi. Mən Ümid, sizi bu verilişdə gözləyirəm. Vay vay mənim balalarım da gəlir. Xoş gördük sizi. Gəlmisiniz ümid verilişinə, xoş gəlmisiniz. Hər dəfə gəlir, nənə sizi gözləyir. Salam uşaqlar. Salam uşaqlar. Mən Əminə, sizi ümid verilişində gözləyirəm. Ay nənə, Can nənə. deyirəm ki, mən Aha. nə qədər oxuyuram ay nənə. Aha. Yadımda qalmırdı. Niyə ağrınarım? Diqqətlə oxu, bir neçə dəfə təkrarla yadında qalacaq. Yaxşı, Hə. baxın, Aha. siz deyən olsun. Oxuyuram. Oxu. Aha. Əziz ana, can ana. Əhsən. Hə, afərin. Gözəl, Aha. gözəl. Aha. Gördünüz yadımdan çıxdı da. Mehriban ana. Nə var ya bunda? Yaxşı, deyirəm. Bir də, Bax bir də. Ümid bax belə. Əziz ana, can ana. Hə. Hə. Süpürdük nə buralarda? Mehriban ana. Hə. Eşitdin? Hə, deyəm. Hə. Sonra nə idi? Hə. Böyütdükcə Qoydum bura bunu. bizirsən, Ah, nə, dayan, yadıma düşdü, nə, dayan. dən düşüb saçlar. Dayan da, Hə, nə, yap, dayan. yap, yap. Ha, bir də deyin desən. Hə. Əziz ana, Aha. can ana. Aha. Gözəl. Mehriban. Gözəl, mehriban ana. Afərin. Böyütdükcə bizi sən, Aha. dən düşür saçlarıma. Saçlarıma Hə. dən düşür. Ağrın alım. Saçlarıma yox. Saçlarına. Saçlar. Yəni Saçlarına. ananın saçlarına. Ay nənə, Macan. sən bilirsən də bu şeyi. Hə, yox, Ay, onları nənə, da o deyirəm. vaxt əminə öyrənəndə yadımda Hə, hə. qalmışdı da. Ana bir dəqiqə, yaman yaddaşın var ha sənin. Hə, maşallah, Nə yaxşı tə- tə- yadında tə- qalıb belə. Maşallah, maşallah yadımda qalıbdı. Bax, Hə, nənə. yaddaşım yaxşı. Hə. Deyirəm ki, doğrudan ha. Hə, Bu hə. yaşda Aha. nə yaxşı yadında qalıb. Mən 2 gündür nə qədər eləyirəm ay nənə. Əzbərləyə bilmirəm. İş. Deyirəm ay nənə, sən belə uşaq vaxtında belə yaddaşın yaxşı idi. Ağrın alıb. Hə, yaddaşım elə yaxşı idi ki, məktəbdə dərsləri Aa, bir dəfə yanımda görürsüz, kim uşaqlar. şeir oxuyurdu, bir dəfə yadımda qalırdı. Elə də Aa, o qədər əzbərləyirdim. güclü idi. Hə, hə, o Aa. vaxtda. Deyirəm ay nənə, bilmirəm, həm mən, həm içim ümid qarışıq, biz uşaqlar. Yaddaşımız yaxşı deyil. Yaddaşımızın zəifliyindən əməlli başlı əziyyət çəkirik. Da, Yəni əziyyət hansı çəkirik. uşaqlarda da belədir da. Bilmirəm havadandır, yoxsa yediklərimizdəndir. Niyə belə olur görəsən? Mən deyirəm ki, Hə. məncə havadandır. Ay Havada? nənə. Hə. Havadan ola Amma bilər. qoymur ki, Hı. biz dərs oxuyaq. Yoxsa bilirsiniz də, mən oxumaq üçün ürəyim nətər gedir. Demə da, Bütün gün demə. bax, kitablar Belə, əlimdən düşür. bilirsiniz uşaqlar, belə necə məktəbdən zorla dartırıq da deyirik. Hə, Ümid bəsdir. Hə, Bəsdir, ört kitabı gözün çıxacaq Hə, yerindən. hə, hə, Belə o hə. dərəcədə. Bala, deməli bu dersi havadandır, sudandır. Hə. Bala bu yediklərimiz qidalardandır da. Ola Ay nənə, bilər. nə yerik, nə yerik? O Biz nə bilim o Nə? Bu qara sudur, sarı sudur, nə bilim, sonra Bilmirəm. bu cipsodur, nədir bu şeylər adlarına bir fəri deyəmirəm. Cipso. Sonra hə, bu belə uzanır, belə uzun-uzun yeyirsiniz, belə Jelibon yeyirsiniz, da bu aynı şeylər. nə? Yeyirsiniz elə uzad ziyanlı şeylərdir də. Hə? Hamısı yeyirsiniz, o desin yaddaşım yox. Yaddaş Ay, qalar da yonda. Nənə, Hə. onun adı qara su deyil, qazlı içkilər deyirlər Qara ona. sudur, rəngi Jelibon qaradır, deyirlər ona. Nə? Ona cipsi deyirlər. Bəh. Nənə. Burada olaydı. Yeyərdik, içərdik. Nənə. Bilirsən nə dadlıdılar ay nənə. Nənə, Yo, yo, ondan bir sən dənə də ye, ay yeyirsən, nənə. ay nənə. Ağzına ki qoyursan, belə havalara uçursan, havalara. Hə. O qədər gözəl Ay deyil. nənə. Ümid, onlar da burada yeyərdik. Ay nənə. Gedək Allah yeyək. Hə, Nə Nədə? alıb yeyəsən? mən pomidorlu istəyirəm. Get alacaq. Cipsi. Gedək Ümid ala. Hə.
Oturun yerinizdə. Niyə? Yaddaşım yoxdur deyirlər, sonra da gedirlər cipsodu nədir, ondan, jeli, nədir, ondan. Daxili var ki, Mən niyə zehnimizə. yoxdur ki, hamısı zərər bala, içinə zərərli şeylər qoyurlar ki, uşaqlar Var, huşu səncə, getsin Ümid? hamısı. Hə, belə bilsiz ki, belə xeyirli şeylər, də hamısı zərərli Yəni şeylər. amma çox dadlıdırlar. Yox, axı. yox, hə, hisso, dad qatırlar ki, uşaqlar dazansın da ona, o qarışqa şəkərə, Uşaqlar pesoğa keçdirsiniz dadanan nənə kimi. deyir. Hə, tova. Qarışqa nədir o pesoğa dadanan kimi gəlirsə elə darışırlar, çıxırlar, görürlər, kimi əlində Nənə? görsə balaca uşaq hamısı nədir, cipsusudur, bu jeli uzanandır, hamısı zərərlidir. Bala, yox. Bax, o vaxtı deməli. Jelibon. Hə, o vaxtı Jelibon. deməli. Özü o belə soxulsan nə olur? Hə. Eşidirsiniz məni? Hə, eşitiriz. Deməli o vaxt indi bizdə də biz də uşaq olmuşuq da. Biz də uşaq olmuşuq. Nə yerdiniz? Nədir? Nə yeyirdiniz onda Deməli, hə bəs? bala, deməli nədir? Keçmişdən danışım. Deməli o vaxt Aha. belə şey elirdik da biz. Qorğa qovururduq. Novruzda pişirmişdin ha onu. Hə, belə fetişdə. Bəh, çox dadlı olur sonra, onlar. hə, qardalı sonra şey eləyirik. Səndən onun adı qaşa partladırdıq. Sonra canım sənin. Özünüz eləyirdiniz. Hə, hamısını özümüz Almırlarmış, eləyirik. Qəşəng qoyub Ümid, keçsə qoyurduq, almırlarmış. qəşəng keçsə odun atırdıq belə qəşəng belə. Sonra onu sevmişqası əkirdik, toxum Sisli. əkirdik, qoyurduq da. Hə, biz hamısını təbii qidalanmışıq. Sizin kimi gedib mağazadan gedib dükan zirzibillər almırdıq. Bir də hə, nədir? Bal yeyirdik, təbii bal. Hə, bal. Bal? Nənə? Nə Bal bal, məgə hafizəyə kömək edir ki, zehnə kömək eləyir. Mükəmməl. Elə Həqiqi? təbii bal. Uşaqlar, mən bilmirdim bunu. Siz Hə, də bilirdiniz. Bal hafizəyə çox yaxşı təsir edirmiş. Mən bilmirdim bunu. Çox Deməli, maraqlı bilgilər var nənə səndə. Hə, sizin kimi gəlib mağazindən, bu dükandan 5-10 manata alan bu şey balları demir. Təbii bal. Dağ balı, çiçək balı. Bu təbiidir ki, sən qəşəng təmizləyirsən ki, Ay nənə, bizdə şey var idi. Bu arı təhnəsi var idi. Hələ var idi. Bizdə var amma hələ görmüşdüm. Hə. Deyirəm ki, Hə. mən də o baldan yesəm. Mhm. Bu şeir var, oxuyuram 2 gündə oxuyamıram. Hə. Deyirəm ki, onu yaxşı tez əzbərləyərəm səncə? Hayır, yaddaşı Məncə hə. olacaq güclü. Hər yanında nə danışsalar, nənə kimi qəşəng yadında qalacaq. Mən də istəyirəm nənə. Bütün dərslərimdə çox əziyyət çəkirəm. Heç nə yadımda qalmır. Evdə qoymuşam dərsin üstünə, hə belə. Onda mütləq hər səhər Ümid bir yerdə bal yeyəcəyik. Hə. Belə bizim Bizim həyatda balımız var, hə nənə? o vaxtı, deməli sən nədən danışırsan? Nədən? Deməli yadıma nə düşdü? Deməli o vaxtı bizim nə boyda bağımız var idi. Məşə boyda da, yəni Bu qədər bilirsən. böyük. Nə yekəlikdə, nə uzunluğunda da bizim kimi balaca belə deyildi, o yekəydi. Deməli Böyük orada həyat idi, böyük. hə, ay sağ ol, böyük hə. Deməli bala. Hə. Atamla getmişdim ora. Bağda gəzirdik də, bir baxırdıq gör nə meyvəsi yetişib, nə edib, nə eləməyibdi. Elə gəzə-gəzə gedirdik. Bir də Nə gördük. meyvələri yeyərdi. Hə, yeyirdik, elə yetişmiş meyvələrdən də yeyirik. Hə bala, getdim, getdik. Hamısını yeyərdim. Hə, nə yeyirik, bir Qoy imkan versin özümü də danışsın da yeyim. Ümid. Hə, deməli, Səbirsiz Ümid. atam bu ağacın bir qırağında gördü ki, arı yuva salıb. Hə, arı yuva salıb Ümid. Hə. Deməli, nə boyda bal var içində. Təhtəhili, hə. Atam deyir, Yekə. hə? Yekə. Yekə nə boyda? Təbii özdə insanların düzəltmədiyi. Arıların özünün düzəltdiyi təbii bal. Deməli, atam dedi ki, aha, vaxtı çatıb. Balın vaxtı çatıb, gəl sənə bir qismat verim, yedin vitamindir. Nənə, Hə. balın da vaxtı olur ki. Hələ vaxtı var da balın. Heç nə bilmir bu. Hə. Öyrənirəm da. Bilməmək ayıb deyil yaxşı ki. şeydir. Hə. Ümid, öyrənməmək ayıbdır. Ay sağ. Deməli balı hədə vaxtı var. Ona Bilmirdim bunu da. Mən çox şey bilmirəm bu arılar haqqında. Öyrənmək bala, öyrənəsən, narahat olma. Deməli mən də atam o işlə məşğul idi. Hə. Atam, babam, əmilərim hamısı bu atam mən öyrədim onu da deyim, hə. Deməli onların da özü xüsusi geyimi var. Ha, diqqət eləyin. Xüsusi məxsus geyimi var. Elə belə gedə bilmərik onda. Yo. Əziz uşaqlar, bax qulaq asırsınız. Əgər belə arı təhnəsi görsüz, normal paltarlarımızla onlara yaxınlaşa bilmərik. Qəti. Elə sancar. Çox Elə pis. sancar ki, bir salamat yerimiz qalmaz. İynəsini elə vurar ki, oramız, buramız. Özdə arının iynəsi zəhərli Deyirəm. olur. Uşaqlar, Bilmiş buna diqqət şey. eləməliyik. Ay nənə, Haça. deyirəm ki, bizim o böyük babamız da, yəni sənin atan da, Aha. mənim kimi qəhrəman olub. Aymid, az özünü təriflə. Yenə Yəni, özün saldı da Yenə çəri. saldı öz ayağına. Hə, ağırlarım. Bax deyirəm, ha Ümid. Hə.
Çox təhlükəli bir işdir. Hə. Bax elə belə gedərsən, yaxınlaşarsan, deyərsən, bax evdə balı var, saxlamışam. İndi də fəsli az qalıbdı, indi bu yığım vaxtı zadı çatacaq. Onda nə edəcəm? Qəşəng sizin üçün pətəhli yığacam. Ağzım da sulandı. Qəşəng verəcəm, yəsiz səhər. Ay nənə. Hə. Balı elə o pətəkdə yeməyin dadı da başqadır ya. Hə, yaxın alır. Deməli atam onu mənə verəndə belə kəsdi, belə bıçaqla belə kəsdi. Balla necə xırçıldır pətəyi. Belə ağzına qoşa bişirəsən. Dadı bir başqadır. Bir başqadır dadı. Heç dadım o alırsan, dükandan zaten. İnanmıram onun dadını verərlər. Belə dişləyirsən, gedir ləzzət. Çox qəşəng, çox qəşəng. Yadıma düşdü dadı. Deyirəm, şeydir, siz qorxmurdunuz belə arının belə pətəyinə yaxınlaşırdı? Amma yox, dedim də bayaq ki, onun belə xüsusi geyimləri var, belə üzü adı örtürsən. İndi o vaxtda geyim, indi onda da o meşədə tapanda da geyimimiz var idi ki. Hə, o elə belə gedəməz də. Bax getdin elə bir namcəlbi yaxınlaşdırsan, arı elə çalar adam. Əmnə bax. Elə çalar ki, yerini tapır. Bəli. Sən qorxursan, hə? Yox, biz hər nətərdir qorxmam, amma hər şey ehtiyat eləməliyik. Bəli, öz canını çöldən tapmamışam. Mütləq. Hə, elə. Uşaqlar, siz də diqqətli olmalısınız hər şey Səni haqqında. qorxaq. Qadıram. Ümid, mən qorxmuram. Ümid, bax, məni peşman eləmə ya, dediyimə. Bax, deyirəm ki, sənə sadəcə demək istəyirəm ki, Ümid qəhrəmandır. Hə, bir də ki, heç bir şeydən qorxmuram da mən. Ümid, bundan qorxmağın məsləhətdir ki, qorxasan ağrına. Bəli. Burada da qəhrəmanlıqdan keçmir. Əgər ki, arı səni çalaya, gəlib ağlayasan ki, nənə, arı məni salıb. Bax, deyirəm sənə. Bax, xəbərdarlıq eləmişəm, elə eləmə ki, baş vişəsin ağrım. Bu arının əgər özünü müdafiə edən iynəsi varsa, mənim də ağlım var. Nəysə, mən bir söz deyirəm, nənə. Heç nə, arıdır da, yaxşı. Hə, yaxşı, bax deyirəm, məni peşmə eləmə, yaxşı ağrınlarım. Özün üçün oyna, bax evdə bal var, verəcəm, yiyəsən. Başqa nə eləyirdiniz orada? Kuşun yerinə gələcək. Hə, heç nə ağrınım, bu gözəl idi. Hara yox, açıqda, sonra. Yəqin uşaqlarla oynamağa gedib də. Hə, çox maraqlı gəldi mənə bu. Hə, bala deməli orada şey eləyirdik də, bağlar, nə boyda, meyvəsindən, gilə meyvəsindən, tərəvəzindən. Başqa nələr əkirdiniz ay nənə orada elə? Hər şey, ağla gələn hər şey. Yəni ki, muruğudur, çiyələyidir, almasıdır, armududur, heyvasıdır, hər şeydə da hər şey. Nənə, sən o vaxtlarda da qəşəng yemirsən ha, belə meyvələrdən təbii. Ona görə sən belə hafizən belə qəşəngdir də. Ona görə deyirəm ki, Zehnin güclüdür. təbii dalga yemək lazım. Nə oldu? Ağlayasın. Ümid. Ümid. Ay Ümid. Yenə Ümid, nə oldu səni belə? Yenə başına iş açdı mı? Ümid. Nə oldu Ümid? Nə deyir anne bu belə? Ümid, nə olub sənə belə? Ayı var bala burada. Ayı, harda ayı var? Ayı hardan gəldi? Nə? Ümid, sən nə olub belə? Düzgün danış görüm, nə deyirsən? Az ayı gəlib meşədə həyətə. Ayı meşədə O nə olur. belə nə danışır? Qorxuda pət şey yox. Oyun oynama. Arı. 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 Arı vurub səni Ümid. Arı vurdu səni. Nənə görürsən? Arı vurub bunu. Biz səni yanına. Ümid, sənə kim dedi get onun yanına? Mən sənə demədim mi getmə? Bax Ümid niyə peşman elirsən mən dediyimə? Harda vurdu? Hə? Nə? Başa düşmürəm, nə deyirsən? Düzgün danış görüm. Nə deyirsən hə? Arı vurdu. Arı, bilirəm, arı vurub. Sən kim dedi ki get ora? Hə? Nənə bunu Harda vurdu? Haranla vurdu? hardan vuracaq? Biz danışdıq belə. Gedib arının yanından da mütləq. Oo. Ha. Nə? Neyini? Yambılı? Nə? Azağa girdim, bir yaxınlaş gör nə deyir o? Nə deyirsən Ümid sən? Hə, deyir, yandırır. Yandırır ağzını. Ağzından vurur. Ağzından görə belə danışırsan sən. Bu isə dilinə vurub eləmi? Asiyə də Ailə bax. Ay, Ümid. şişir
Cəmil. Şişib necə var? Get içərdən qatıq var. Get onu gətir ağzına alım. Əminə, get qatığı gətir onun ağzına dilinə vuraq sağalsın. Ay Ümid. Nə oldu sənə? Dayan görüm. Ha? Ya Allah. Nə? Haranla vurdu. Sənə demədimmi getmə, hə? Demə, haranla vurub? Ağzından, dilin, ayalı, nə tər şişib, nə tər yaxşı, nə tər şişib. Demədim sənə getmə. Demədim bala məni peşman eləmə. Demədim sənə. Söz eşitmə. Get sonra başına iş gəlsin, qayıt sonra çıx gəl. Adamı peşman etsin. Əminə harda qaldı? Gətirdim. Gətir tez ol, bunun ağzına qatıqdan vur. Yəni Allah Uşağın ağzına çalıb, ya nə burada şiş gördün ha? Ha, gördüm. Gördün nə bu? Bax deyən var ağzını. Ümid gəl, ailə ağzı var ya. Arasına. Gözəl. Hə, vur yavaşca vur. Ay sağ ol. Hə. Vur. Çox udma, biraz ağzında saxla, bu təsir eləsin. Bəsdir. Gəl bu yana. Bu qədər şey eləmə, danışma, çox biraz gözlə, səbirli ol. Biraz keçsin. Harda vurdu? Necə vurdu? Nə cür vurdu? Sənə kim? Hə? Bitti. Hə? Tobuğu nədir? Nə elədin? Tobuq. Nəyi? Tobuq. Tobuq nə das? Topuq. Tobuq. Topuq. Çubuq? Hə. Çubuq. Topuğa nə? Çubuq götür. Aha. Çubuq. Yuva alması. Aha, arının yuvası. Başa düşürəm səni nə deyirsən. Hə. Gəlim təmiz oradan ye. Nə edəsən? Təzə oradan ye. Nə edəsən? Niyə? Nə yiyə? Təzə oradan ye. Təzə. Təzə. Bəlkə sən demədin ki, evdə var. Mən niyə belə danışıram? Adam bölümü ailələ, orada arı oturub çubuğun üstünə. Vay. Ağzıma saldım dedim. Vay. Bəs icazət sarın yuvasına girəndə elə olacaqdı. Ümid sən demədin ki, onun vaxtı deyil hələ. Bax, indi ağzımda demədim Əminə, hə? İndi Hə, ağzımda indi dedin. demədim ki, Ümid bax, vaxtı deyil ha, onun geyimi var. Geyin tordan geyinirlər. Bax, onun dedim vaxtı var, getmə Ümid. Ay Ümid, biz burada əziz dostlarımıza deyirik ki, bəs paltar geyinməlisiniz, diqqətli olmalısınız. Hər vaxtında Ümid eşitməz. Arının vaxtı var da, arı bal Ümid verən eşitməz. vaxtı var. Amma sən niyə bizim sözümüzə qulaq asmırsan? Dostlarımıza narahat olar axı. Sən bizə qulaq asmırsan. Mən istəyib təzə yeyim. Yox, lazım düzdür olsun. Təzə var da evdə. Təzə var da, yığıb da, nənə dedim bir banka var da, evdə sənin üçün yığmışam. Dedim yeyəcəksən, niyə söz eşitmirsən ki, beyninə verib ki, gəlsin təzə bal yesin. Qəhrəmanam da gərək. Qəhrəman. Hər şeyi mən yoxlayam özü. Hə. Deyirəm ki, olmaz ki, bala, bir kəlmə deyir də, anan deyir, atan deyir, nənən deyir, baban Mən deyir, deyirəm. bir kəlmə deyir ki, bala, bunu əl vurma, bunu eləmə, gərək iminlə gedəsən, gərək bu şeyləri həyata keçirdəsən. Bala, bu uşaqlar da səndən örnək götürür də. Niyə bu hərəkət edirsən, hə? Gərək bunlar da getsinlər, sınaqdan keçirsinlər, arı da onları da vursun. Ümid, Ümid, sən belə eləyəndə əziz dostlarımız da deyəcək ki, ümid edib, onda biz də eləyə bilərik. Amma sən onlara yaxşı bir örnək olmursan axı, Ümid. Nədən belə sən yaxşı örnək olma? Olmursan axı, belə olmaz axı. Sən niyə böyüklərin sözünə qulaq asmırsan? Bir dəqiqə dayan. Sapım da qarı. Dayandım. Nə olub? Hə. Mən onların qəhrəmanıyam. Sən heç kimin qəhrəmanı deyilsən. Dayan Əminə bacı. Dayan, görürsən nə deyir bu pərtək. Bu nə deyəcək? Nə deyəcək? Sən Pərtək səsin deyir. səsəyəm. Denə. Mən qəhrəmanıyam onların. Əhə. Gedirəm xətərli, ziyanlı şeylər yoxlayıram. Görürəm pislik, onlar da deyirəm ki, eləməyin də, eləməyin, yazıq. Amma da eləməzlər də. Ağlama. Atıyla bizi alır, hadi. Böyümü dağınlanım. Bu nənə burada deyir də sənə ki, Nənə. adam getmə, təhlükəli. Eləmərəm, nənə. Elə bir söz versən. Söz versən bir daha belə təhlükəli işlər görməyəcəksən Ümid. Mən bir də eləmərəm, mən merindən nə olar? Nəyi verək? Baldan verərdim. Evdəki valdan verərəm. Yaxşı, verərik. Bir Dur gedək verim. ağzın biraz düzəlsin. Sonra başlayasın da yeməyə yenə. Bansa bilmirmi? Bir də Hə, püf eləyirdi. Sonra deyir, çox gülməlidir, özümü gücdə Biz mütləq burada uşaqlarımız bilir ki, Ümidə nə qədər gülüblər evdə. Mən burada ağlı talıb mənə ağlı dilir. Sən özün elədin Ümid. Nə? Mən belə çox istəyirsən.
Sən əlbəttə ki, belə də çox istəyirəm, amma arı vurmasaydı daha yaxşı olardı. Çünki sözü başa düşmürəm. Pərtəhli qəhrəman Ümid. Aynen. Mənim protezim var, mən səndən qəşət danışıram. Aynen. Ha. Gəlməm də motellərdə bu artıq bunu verməliyəm. Yaxşı. Mən ondan sonra söhbət edəcəm. Gedəyim, hə? Hə dedi. Gəl mən motelə Ya gedəm. Allahın adı. Mateliyim. Siz mateliyin. Hə, ağrınlarım. Mən də biraz dostlarla danışalım. Yenə bu haqda onlara mən tövsiyə verirəm. Hə, əziz uşaqlarımız, biz bu gün nə dərs aldıq? Biz bu gün dərs aldıq ki, ümid kimi hərəkət etməyək. Təhlükəli olan şeylərdən həmişə uzaq duraq və həmişə böyüklərimizin sözünə qulaq asaq. Bunu heç vaxt yadınızdan çıxartmayın. Sonra yenə ümid kimi pərtəy ola bilərsiniz. Yaxşının əziz uşaqlar, görüşmək ümidi ilə sizləri yenə bizi izləməyə çağıracağıq. Hə, nənə? Hə. Mən sağollaşdım uşaqlarla. Sən də sağollaşsan, gedək biraz Ümidə bal verək, bal yesin Ümid. Hə, ağzını alıb. Bax, Ümid kimi eləməyin, ha. Ümid gözü sözə özü də peşman olubdur. Bax, nə bir bayaqdan boğazıma yarıram ki, bax, getmə, təhlükədir, eşitmə. Olmaz, bəli. Hə, siz də bunlar kimi eləmirsiniz, Ümid kimi eləmirsiniz. Bax, Əminə kimi ağıllı olun da. Bax, görürsən. Mən çox ağıllıyam, məndən örmək Ümid alın. də ağıllıdır, Ümid də ağıllıdır. Hə, çox ağır. Hə? Heç nə, deyirəm arından sonra söhbət edəyəcəm. Hə, yaxşı. Söhbət eləyəcəyik mütləq. Sağ olun, Sağ olun, əziz dostlar. Salamat qalın. Hə. Gəl mətbəxə gəl. Hə, sağ olun uşaqlar. Mən getdim içəri. Bu qatığı da götürürəm götür mən. ağlını alım. Çomağımı da gətir. Çomağını da gətirin. Rəmzimdən dağ eləyəcəm onu. Ay nənə, bu mənə sən gəlsən, belə gəlsən. Sapımı da ver görüm mənim, yavaşdan. Nənə, mən də qocalmaq istəyirəm. Qocalarsan da inşallah qoca. Sapımı ver görüm, qocalar. Nənə, nə qədər şey var sənin Ay, yerdə? nə olacaq? Al bunu, nənə. Nə? Ay nənə, al. Getdi. Mənə ye. Hamısını verdim. Yaxşı, ver nənə mən. Bırak. Nənə, ver onu. Bırak görüm, bırak görüm. Nənə. Bırak görüm da, bırak görüm. La 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 la